Ümumiyyətlə, hər birimiz yuxu zamanı belə bir hal yaşamışıq. Sanki hündür bir binadan, dağdan və ya zirvədən yıxılırıq və bu anda da qəfil oyanırıq. Elə deyilmi? Bəli. İndi gəlin bu hadisə üzərində biraz düşünək. Biraz təfəkkür, biraz düşünək bu hadisə üstündə. Yəni bizə çox normal yuxudur da. Bizə normal gələ bilər, amma biraz düşünək. Təsəvvür edin ki, eyni hal, eyni hadisə real həyatda baş verir. Həmin hadisə real həyatda baş verir. Siz doğrudan da yüksək bir yerdən yıxılırsınız. Bu zaman hansı hisslər keçirərdiniz? Təbii ki, qorxu, həyəcan, təşviş, narahatçılıq və s. kimi belə hisslər keçirərsiniz. Diqqət edin. Aha, burasına diqqət edin. Yuxuda da bu duyğuların eynisini yaşayırıq. Yuxuda da bunların eynisini yaşayırıq. Sanki gerçəkmiş kimi qorxuruq, həyəcanlanırıq və nəticədə də qəfil oyanırıq. Bəs bu necə baş verir? Necə olur bu? Axı bədən yatmışdı, yuxu rejimində idi, fiziki olaraq istirahət halında idi axı. Yəni yatmış, ölü kimi də belə deyək, yatmışdı. Bu qədər hiss həyəcanı nətər, nə oldu? O zaman bütün bu hissləri kim yaşadı? Baxın, dəyərli insanlar, gözəl insanlar. Baxın, bu hadisə ruhun varlığını sübut edən incə bir işarədir. Çünki o duyğuları yaşayan, hiss edən, qorxan və bədəni də oyadan məhz ruhdur. Ruh. Və burada da mənim başda dediyim insanın əsl həqiqəti də elə budur. Bədən deyil, ruh. İnsanın əsl həqiqəti ruhdur.